Sen 3-4 milyonsan. Pulun olmakla değil. Amerika'da diasporan olmakla değil. Ne bileyim Fransa'da diasporan olmakla değil. Gör ne güne kalmışız ki. Ne güne kalmış ki. Paris Konvensiyası var. Nedir bu konvensiya? Deməli, bütün dövlətlərin dövlətçiliyini onlar təsdiq edir. Yəni, dövlətin gerbi olmalıdır, atributları var. Gerbi olmalıdır, himni olmalıdır, bayraq olmalıdır. Ondan başqa pul olmalıdır, qoşunu olmalıdır. Bəzi şeylər var da bunlar, hamısı olmalıdır. Buna bax, bu Fransa'ya bak, günüme, ay Macron, sen yalancısan, sen beni anlada bilmezsən. Dünyanın kanunları var. Qarabağ alınıb. O separatçı heç nə yoxdur orada. Nə dersən qoşunu var, banditləri yığıb o qoşunu var. Heç bir erməninin özü neynəməyib, təsdiq eləməyib onu. Qəbul eləməyib. Rusya qəbul eləməyib. Heç bir dövlət, onu bir dövlət kimi qəbul eləməyib. Sən indi alınandan sonra onu dövlət statüsü verirsən. Nəyə verirsən o statüsü? Sən deməli, nömrə 1 en geride kalmış bir dövlətsən, Fransa. Sen vicdansızsan Fransa. Həqiqi deyirəm. Sen kanunların heç birine tabi olmayan Fransasan. Heç nə eləyə bilməzsən Fransa. Macron, bununla sen heç nə eləyə bilməzsən. Onu bilsinler bunlar. Azərbaycan, mən əminəm, siz bunu görəcəksiniz. Bu birdən-birə olmur. Yavaş yavaş. Rus orada haqqa çıxarsın, sülh məramlı yaratsın, nə məramlı. Sen ha vaxt sülh məramlı yaradırsan sen. Ha vaxt səndə sülh olur. Tankla, topla, qradla sülh məramlı mı olar? Sen nə yazırsan burada? Gəlib mənim torpağımda. Nahaq gəldi o. Mən əvvəlcə üzr istəyirəm. Mən prezidentimizi elə bilirdim, düz eləməyim. Elif, yaxşı elif. Gəlib. Amma torpaq mənimdir ha. Erməni də bilsin, Rus da bilsin. Xan kəndidir. Pənah xan onu oranı salıb, o kəndi. Ona gözünü çəksin Rus da. Rus, bütün qoşunlarını da çək, get, bax. O qoşunlarla zəhmət olmasa, get, o qədər yeraltı qazıntıların var. Hər şeyində var, Qızılında brilyant, Yakutiyada brilyant çıxır. Get o qoşunları apar orada işlət də pul qazansın. Millətin də yaxşı yaşasın. Sənin millətin də yaxşı yaşamıraq. Hayır Rus, məndən pis yaşayır. Onların millətinə də yazığım gəlir. Onlar insandırlar. Bunlar da, bu ermənilər də, ermənin sənin dövlətin 1922-ci ildən bəri olub. Sənin paytaxtın erməni olub. Belə İrəvanı özdə biz vermişik. Olsun paytaxtın adamsan, yaşayırsan orada ol. Amma adam kimi yaşa. 1747-ci ilin xəritəsi var.